السماوات والأرض والله على كل شيء قدير. إن في خلق السماوات والأرض واختلاف الليل والنهار واختلاف الليل والنهار لآيات لأولي الألباب. ولله ملك السماوات والأرض والله على كل شيء قدير. إن في خلق السماوات والأرض واختلاف الليل والنهار واختلاف الليل والنهار لآيات لأولي الألباب. الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون. وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار. ربنا إنك من تدخل
النار فقد أخزيته وما للظالمين من أنصار. ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا. ربنا إنك من تدخل النار فقد أخزيته وما للظالمين من أنصار. ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا. ربنا فاغفر لنا ذنوبنا وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار. ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد. ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد. صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار. على رسول الله وآله الأطهار. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم.
إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين، ثم الصلاة والسلام على سيدنا محمد. اللهم صل على محمد وآله طيبين الطاهرين، سيما بقية الله في الأراضين، ناموس الدهر حجة ابن الحسن. قال الله في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم، بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. صدق الله العلي العظيم. İbadat itaətlərimizin, dualarımızın qəbul olunmağı, bu məclisin Allah dərgahında qəbul olunmağından ötəri səlavat hədiyyə eləyək. Allahümme salli ala Muhammed Ali Muhammed. Allah'a and verək izzət-i cəlalına. Allah mütəal İmam Zaman ağanın zuhurunu təcil eləsin. Allah bizi Həzrət İmam Hüseyin əleyhissalamdan ayrı salmasın inşallah. Keçən gecə biz Həzrət İmam Hüseyin əleyhissalamın hədəflərinə işarə elədik. Dedik ki, mühüm məsələdir. Biz İmam Hüseyin əleyhissalamın hədəfini başa düşməliyik, yaxşı şəkildə dərk eləməliyik və təhlil eləməliyik. Bu çox mühüm məsələdir. Əimmə əleyhissalam İmam Hüseyin əleyhissalam barəsində ziyarətnamələr buyurublar və o ziyarətnaməyə biz diqqət eləyəndə görürük, o ziyarətnamənin birində Məsum əleyhissalam belə buyurur: Əssəlamu aleykə ya Adəmə, Əssəlamu aleykə ya varisə Adəmə səffətillah. Əssəlamu aleykə ya varisə Nuhin nəbiyyillah. Əssəlamu aleykə ya varisə İbrahim xəlilillah. Əssəlamu aleykə ya varisə Musa kəlimillah. Əssəlamu aleykə ya varisə İsa ruhillah. Əssəlamu aleykə ya varisə Muhammedin Habibillah. Ya varisə əmirul mu'minin Aliyyən Veliyullah. Bu ziyarətnamədə Həzrəti Adəmin varisi, Həzrəti Nuhun varisi, Həzrəti Musanın, İsa'nın, Həzrəti Peyğəmbərin varisi və Həzrəti Əli əleyhissalamın varisi ziyarətnamə bizə nəyi başa salır? Həzrəti İmam Hüseyin əleyhissalam onların varisidir. Nə irs aparır? İmam Hüseyin əleyhissalam nədə varisdir?
Bu ziyarətnamə Həzrəti İmam Hüseyn əleyhissalamın hərəkatını, aşurasını neyniyir? İmam Hüseynin aşurasına xüsusi bir hərəkət qatır. İmam Hüseyn əleyhissalamın aşurasının, Kərbəlasının inzivaya çəkilməyinin qarşısını alır. Qoymur İmam Hüseyn əleyhissalamın aşurası tarixdə donub qalsın. Bir hərəkət verir. Bir hərəkət qatır həmən İmam Hüseyn əleyhissalamın məktəbinə. İmam Hüseyn əleyhissalamın hərəkatını keçmişlə məhdudlaşdırmır. Bu ziyarətnamə başa salır ki, İmam Hüseyn əleyhissalam keçmişdəkilərin xələfi və gələcəkdəkilərin rəhbəridir. İmam Hüseyn peyğəmbərlərin xələfidir, amma sonra gələnlərin də nə idi? Rəhbəridir İmam Hüseyn əleyhissalam. Ziyarətnamə bunu bizə başa salır. Ən böyük təhlükə nədir əzizlər? Ən böyük təhlükə aşuranı bir xatirə həddində saxlamaqdır. Bu böyük təhlükədir. İmam Hüseynin məclisini yalnız və yalnız bir anım məclisi kimi saxlayasan, bir tarixdə baş verən bir hadisə kimi saxlayasan, onu anasan, yalnız və yalnız bu cür saxlayasan, bu böyük bir təhlükədir. Və eyni zamanda bunu bir mənəvi bir məclis və bunda gəldik, biz bu mənəvi məclisdə iştirak elədik, buradan savab qazandıq, axirət savabı yalnız və yalnız bundan ibarətdir, bu da böyük təhlükədir. Bir tələbə olduğum vaxtda bir cavan gördüm. Gördüm bu cavanlar başlarını yarıblar, qan tökülüb bədənlərində, qan axır. Dedim, niyə belə eləyirsiniz? Bunu mənə izah eləyə bilərsiniz, bu nə deməkdir? Dedi, İmam Hüseynə demək istəyirik ki, qanımızı da sənin üçün tökərik, belə eləyərik filan. Deyirəm, yaxşı, sən İmam Hüseynə söz verə bilərsən, Hüseyn can, mən filan günahı eləmərəm. Mən sənin üçün yaxşı bir şiə olaram, yaxşı bir müsəlman olaram. Mən filan günahları dahi eləməyəcəm, söz verirəm sənə. Deyirəm, bunu verə bilirsən söz İmam Hüseynə. Baxdı mənə, dedim, çünki çətindir. Çünki bu çətindir, bu nəfslə mübarizədir. Çünki günahdan çəkinmək nəfslə mübarizədir. Əxlaqlı olmaq alimlərdən biri, mütəfəkkir alimlərdəndir, təfsir alimidir. Bir gözəl sözü var, deyir, bir çoxları əxlaqı elm kimi qəbul eləmir, o cür yanaşmır əxlaqa. Bilirsiniz niyə? Çünki əxlaq əməli elmdir. Əxlaq elminə sən özün birinci riayət eləməlisən, nəzəri deyil bu. Buna riayət eləməlisən. Sən özün bunu neynəməlisən? Yaşamalısan. İmam Hüseyn əleyhissalamın məclisi bu deyil. Sən neynəyəsən, özünü çırpasan, yarasan, qanını tökəsən, filan eləyəsən, deyəsən ki, ya Hüseyn, hə, mən gəldim, sənin üçün qan tökdüm, belə elədim. Yox, bu deyil. Bununla məhdudlaşdırmaq İmam Hüseyni, bu cür tanıtmaq, bu böyük bir təhlükədir. İmam Hüseyn əleyhissalam, bu o deməkdir ki, yəni İmam Hüseyn hicrətin 61-ci ilində olub, o dövrdə bu əgər yalnız və yalnız ansaq, bu cür ansaq, İmam Hüseyn hicrətin 61-ci ilində olub və İmam Hüseyni şəhid eləyiblər, qutarıb gedib məsələ. Ziyarətnamə neyniyir? Bu təcrid olunmaqdan çıxardır aşuranı. Ziyarətnamə bunu çıxardır. Ziyarətnamə deyir ki, bu bütün peyğəmbərlərin varisidir, Əlinin də varisidir, hamının varisidir, irs nədə aparır. Bu ziyarətnamə İmam Hüseyn əleyhissalamı gətirir, bizə bu cür çatdırır. Yəni Hüseyn haqla batilin ölçüsüdür. Hüseyn peyğəmbərlərin varisidir, yəni şəriətin varisidir. İmam Hüseyn əleyhissalamı bizə belə tanıtdırır. İmam Hüseyn əleyhissalamın düşmənləri barəsində danışanda alimlər, mütəfəkkirlər deyirlər, İmam Hüseynin düşmənlərini 3 dəstəyə bölmək olar.
3 yerə bölmək olar. İmam Hüseynin birinci düşməni kimdir? Birinci dəstədə olan İmam Hüseyni öldürənlər. Bunlar İmam Hüseyni öldürdülər. Bunlar İmam Hüseyn əleyhissalamın cismini aradan apardılar. Öldürdülər İmam Hüseyni. Bu düşmən neynədi? Hüseynin bədənin aradan apardı. Bu düşmən o qədər də təhlükəli düşmən deyil. Bu düşməndən də təhlükəli düşmən var. İmam Hüseyn əleyhissalamı öldürməklə neynədilər? İmam Hüseyn öz əcəli ilə öləcəkdisə, onu şəhid eləməklə bir əbədi ölüm bəxş elədilər. İmam Hüseynə neynədilər? Əbədiləşdirdilər. İmam Hüseyni əbədiləşdirdilər. Nə qədər cavanlar var, cavan yaşında faciəli şəkildə dünyalarını dəyişirlər. Elədir. Çox sevdiyimiz dostumuz, qardaşımız, yaxınımız uzağı neynəyəcəyik? Onun qırxına kimi biraz vay-şivən eləyərik. İlində bir dənə yad eləyərik onu. Bu qədər olar. Amma bizim şəhidlərimiz necə yad eləyirik onları? Şəhidlərimiz yaddan çıxırlar, çıxmırlar. Mübariz İbrahimov haçan şəhid olub? Fərid haçan şəhid olub? Bizim bütün şəhidlərimiz Qarabağ 1-ci müharibədə, 2-ci Vətən müharibəsində şəhidlərimiz görün neçə illərdir şəhid olub. Elə bilirik ki, bugün şəhid olublar. Niyə yaddan çıxmırlar? Çünki onlar şəhadətlə onlar həyatlarını dəyişdilər. Onlar əbədiləşdilər. Onlar bir ölümlə ki, hər bir insan bu dünyadan köçür, o müvəqqəti bir dənə haldır, gəlir insana, insan dünyasını dəyişir, o ölümlə dünyadan köçmədilər. Bunlar neynədilər? İmam Hüseyni əbədiləşdirdilər bu düşmənlər. Onu öldürməklə. Ətir şüşəsini sındırdılar, neynədilər? Ətri hər yeri bürüdü. Onlar elə bildilər ki, öldürəcəyik, qutaracaq. Yox, bu düşmən o qədər təhlükəli düşmən deyil. İkinci bir düşmən var. O düşmən neyniyir? İmam Hüseyn əleyhissalamın adın, xatirəsin istəyir tarixdən silsin. Tarix boyu belə olub. İstəyiblər İmam Hüseyni neynəsinlər? Tarixdə nə adı, nə yadı, nə nişanəsi var, onu aradan götürsünlər, silsinlər, aparsınlar. İmam Hüseyni neyniblər? Gəliblər, məzarının üstünə su buraxıblar. Fərat çayını döndəriblər, buraxıblar qəbrinə, çay yuyub aparsın, aradan geçsin. Sonra götürüblər, əkiblər, əkinəcək əkiblər. Bir nəfər Abbasilərin vaxtında deyir, tapşırıq verdilər ki, Kərbəlada filan yerdə bir dənə sidr ağacı var. Gedin o sidr ağacını da kəsin. Bunu deyəndə xəlifənin yanında oturan bir nəfər qalxdı ayağa dedi, Subhanallah, Subhanallah. Xəlifə qayıtdı, dedi ki, sən niyə Subhanallah eləyirsən, nə olub? Dedi, mən bir hədis görmüşdüm Peyğəmbərdən. O hədisi oxumuşdum, başa düşmürdüm o hədis nə deyir. Deyirdim, bununla Peyğəmbər nə demək istəyir? Peyğəmbər Əhl-i Beytindən danışanda, Həzrət İmam Hüseyndən danışanda dedi, Allah lənət eləsin sidr ağacını kəsənə. Deyir, mən başa düşmürdüm. İndi başa düşdüm o hədis nə demək istəyir. Siz istəyirsiniz, İmam Hüseyn əleyhissalamı ziyarət eləyənlər gəlirdilər, o sidr ağacından nə qədər, neçə addım atacaq, hansı tərəfə atacaq və İmam Hüseyn əleyhissalamı neynəyəcək? Gəlirdilər, məsələn, buradan sən 100 addım atarsan, sağa gedərsən, İmam Hüseyn əleyhissalamın qəbri oradadır, həmən yerdədir. İmam Səccad bu cür onları başa salmışdı. Onlar da gəldilər, onu da kəsdilər, aradan götürdülər. Yəni İmam Hüseynin adı yad olunmasın, İmam Hüseyndən bir nişanə ortada qalmasın. Neynirdilər? Qoymurdular məclislər qursunlar, İmam Hüseyn üçün əza saxlasınlar. İmam Hüseynin məclisinə imkan vermirdilər. Ən son tarix Sovet dönəmində bilirik də, ata-babalarımız burada yaşlı əmilər bilirlər, nə çətinliklərlə
Birini saxlayırdılar kəndin girişində, kəndə kimsə gələr, xəbər versinlər və yaxud da tabutu ortada qoyurdular. Bir dənə tabut, içinə bir şey qoyurdular, ağlayırdılar, kimsə gələndə desinlər ki, ölənimiz var. Bu ataların ayağından öpmək lazımdır. Bu anaların ayağından öpmək lazımdır. Biz bugün buradayıqsa o kişilərin bərəkətindəndir. Onları yad eləmək olmaz, ruhlarına bir salavat deyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Bu ikinci düşməndir. İmam Hüseyin əleyhissalamı istəyir tarixdən bu cür silsin. Üçüncü bir düşmən var, bu ikisindən də təhlükəlidir. O düşmən nə edir? O istəyir İmam Hüseyin əleyhissalamın hədəflərini təhrif eləsin. Hədəfin təhrif eləsin. İmam Hüseyin əleyhissalam bu hərəkatla nəyi başa salmaq istəyirdi? O hədəfləri başlayır təhrif eləməyə. Yavaş-yavaş İmam Hüseyin əleyhissalamı təhrif eləyir. Yəni bir dənə sinəvüzə döyün, ağlayın, deyin ki, İmam Hüseyin bizdən bunu istəyir. Bəli, hədislər varımızda İmam Hüseyin üçün tökdüyümüz bir göz yaşı, ağcaqanadın qanadı boyda da onun üçün göz yaşı töksən, Allah neyniyər? Onu cəhənnəm oduna atar, cəhənnəm odunu söndürər. Savablar barəsində hədislər var. İmam Hüseyin əleyhissalam üçün ağlamağın savabı nədir? Onu ziyarət eləməyin savabı nədir? Yalnız və yalnız bununla məhduddaşsaq, yalnız və yalnız desək ki, Hüseynimiz bundan ibarətdir, mərsiyə deyib ağlaşma qurmaqdan ibarətdir İmam Hüseynin aşurası, bu çox təhlükəlidir. Həzrət-i Zəhra, İmam Hüseyin əleyhissalam, Əhl-i Beyt bu işdən razı deyil. Bir insan bu cür davransın. Görürsən də, məsələn, cürə-bəcürə, nə bilim, rep, elə bilsən rep deyir, məsələn də, mərsiyə deyir. Onun ağlı gedib qalıb orada. O neyniyir? O onun havası ilə oynayır. O İmam Hüseyin əleyhissalamı yaddan çıxardıb. İmam Hüseynin məqsədi, hədəfi nədir? Onu yaddan çıxardıb. Yavaş-yavaş başlayıb dəyişməyə. Dəyişə-dəyişə də neyniyir? Gedir. Və bu cür bu tendensiya davam elədikcə nə olur məsələ? Nəticə etibarı ilə artıq biz hədəfdən uzaqlaşırıq. Həqiqi hədəfdən uzaqlaşırıq. Artıq İmam Hüseynin hədəfi yaddan çıxır. Bu buyurur ki, nədir? Ən təhlükəli düşməndir. İmam Hüseyin əleyhissalamın məktəbini bu cür. İmam Hüseyin əleyhissalamın məktəbini, tarixini, Kərbəlanı sətir-bə-sətir oxuyuruq. Bizə nəyi başa salır? Sətir-bə-sətir oxuyuruq. İmam Hüseynin kəlmələrini bir-bir oxuyub təhlil edirik. İmam Hüseyin filan yerdə filan ayəni oxudu. İmam Hüseyin Kərbəlada dayananda, üz-üzə dayananda Peyğəmbərin kafirlərə oxuduğu ayəni oxuyur onlara. Niyə? İmam Hüseyin əleyhissalam niyə bu ayəni oxudu? Niyə bu sözü dedi? Məsumlar onun barəsində bu cür ziyarətnamə niyə oxuyurlar? Baxın, əzizlər, bu bizə nə verir? Bu bizə başa salır ki, biz İmam Hüseyin əleyhissalamın məktəbini təhlil eləsək, bu faciənin dəhşətini olduğu kimi dərk eləyərik. İmam Hüseyin əleyhissalamın hadisəsini doğru təhlil eləsək, zalim və həvadarlarını tanıyarıq. Bunu tanıyarıq. Bunu bizə verir. Eyni zamanda fədakarlıq və onun gücünü bizə göstərir ki, fədakarlıq nə möcüzələr yarada bilir, nələr eləyə bilir. İnsan fədakar olanda, insan Allahın dini üçün bunlardan keçəndə, fədakarlıq eləyəndə hansı möcüzəni insan neynir, yarada bilir bundan. Bunu bizə başa salır. İmam Hüseyin əleyhissalam Peyğəmbərlərdən Peyğəmbər deyil, Peyğəmbərlik irs aparsın. İmam Hüseyin əleyhissalam onlardan irs apardı nəyi? Həzrəti İmam Hüseyin əleyhissalam zülmlə mübarizə aparmağı.
haqla batilin üz-üzə dayanmağıdır İmam Hüseynlə Yezidin üz-üzə dayanmağı. İmam Hüseyn əleyhissalam o peyğəmbərlər kimi ölüm meydanında dayandı, mübarizə apardı. Heç bir qorxu İmam Hüseynə nədir? Yol tapa bilmədi. Həzrəti İmam Hüseyn əleyhissalamın mübarizəsi o peyğəmbərlərin mübarizəsi idi. O zəncir, o müqavimət, o peyğəmbərlərin apardığı mübarizə Həzrəti İmam Hüseyn əleyhissalam o zəncirin bir halqasıdır. Amma İmam Hüseyn əleyhissalam niyə bu qədər bu halqa mühümdür? Zəncirin bu hissəsi niyə bu qədər mühümdür? Çünki İmam Hüseyn əleyhissalam elə bir zamanda, elə bir şəraitdə addım atır və fədakarlıq eləyir, nəyi var ortaya qoyur İmam Hüseyn əleyhissalam. Həzrət Əli əleyhissalam üçün bir hədis deyilir. Bu hədisi hamınız bilirsiniz. Buyurulur ki, Həzrəti Əlinin vurduğu zərbə, Xəndəkdə vurduğu zərbə insu cinnin ibadətindən üstündür. Biz bu hədisi deyəndə başa düşməyənlər nə deyirlər? Deyirlər, bunlar nə danışırlar? Şübhələr atırlar ortaya ki, siz nə danışırsınız? İmam Səccad, Zeynul Abidin, abidlərin zinəti. Elədir, elədir. İmam Səccad nə qədər ibadət eləyib? Nə qədər imamlar ibadət eləyiblər? Nə qədər peyğəmbərlər ibadət eləyiblər? Nə qədər insanlar ibadət eləyiblər? Sən deyirsən, Əlinin vurduğu bir qılınc bunların hamısından üstündür. Biz bunu necə başa düşək? Elə şey ola bilər? Mümkündür elə bir şey olsun. Bir qılınc vurmaq bunların hamısının ibadətindən üstün olsun. Bunu başa düşmək üçün məsələyə hansı eynə ilə baxırsan o mühümdür. Hansı prizmadan baxırsan sən? Sən elə buna bir dənə belə qılınc vurmaq baxırsansa, bəli, yox, üstün deyil. Belə hər kəsin vurduğu bir qılıncdırsa, o qılınclar kimi baxırsansa, hər bir zamanda olan qılınc kimi baxırsansa, yox, elə deyil, bu ibadətdən üstün ola bilməz. Bu hansıdır? Bu o zamandakı bir misal çəkim, əzizlər. Görürsən ki, səhradasan, susuzluqdan yanırsan. Susuzluqdan, ətəşlikdən ölürsən. Gəlirsən, su tapa bilmirsən, ölürsən, sənə deyirlər, üstündə nə qədər pul var? Məsələn, mənim üstümdə deyək 100.000 pulum var. Deyirlər, bu stəkan suyu var, ha. Veririk sənə, iç, amma onun 50.000'in ver. Verərsən, verməzsən, verəcəksən. 100.000'i də desə verəcəksən. Nəyin var ver, sənə bir içim su verim, ölməyəsən, əlin hər yerdən üzülübsə verəcəksən. Çünki canın təhlükədədir. O bir stəkan su, sən susuz olmayan halda heç içmirdin, aparırdın, atırdın orada. Sənin üçün nə dəyəri var idi? O suya ehtiyacın olmayanda sənin üçün nə qədər dəyəri var idi? 10 qəpik qiyməti yox idi sənin üçün. Həmən sudur, indi sənin üçün hər şeyə bərabərdir. Həzrəti Əli elə bir məqamda o zərbəni vurdu ki, küfrlə iman üz-üzə dayanıb. Peyğəmbər buyurur, bugün küfrlə iman üz-üzə dayanıb. Burada bu qılınc dəyməsə, əbdəvi ölməsə, İslamın fatihəsi verilir. Heç kim bundan vuruşa bilmir. Heç kim üz-üzə çıxa bilmir. Həzrəti Peyğəmbər çağırır, kim bu kafirin səsini kəsə bilər? Harada idilər? Harada gizlənmişdilər? Bu qədər çətindir haqqı görmək. Bu qədər Əlinin fərqin başa düşmək çətindir. Başa düşəsən Əli kimdir? Həzrət Əli əleyhissalam çıxır, Peyğəmbər qaytarır. Ya Rəsulallah, niyə qaytarırsan? Nədir məqsəd? Əli sənin qohumundur, qaytarırsan. Peyğəmbər qohumçuluq eləyir burada. Yox. Peyğəmbər 2 dəfə qaytarmaqla başa salır, 3 dəfə çağırdım ha, Əlidən başqa çıxan olmadı. Başa düşün müsəlmanlar. Çıxan olmadı.
Həzrəti Əli çıxdı, o qılıncı vurdu. Ona görə nə oldu? Onun qılıncının zərbəsi Peyğəmbər buyurur, insu cinnin ibadətindən üstündür. Yəni bu qılınc vurulmasaydı bu ibadətlər də olmayacaqdı. Buna görə bu qılınc qiymətlidir. Bu Həzrəti Əli əleyhissalamın bu işi qiymətlidir, ibadətdir. Həzrəti İmam Hüseyn əleyhissalam da Peyğəmbərlərin gətirdiyi şəriət silsiləsi qırılanda canını qoydu ortaya. Artıq Peyğəmbərlərin 124.000 Peyğəmbər gəlib əziyyət çəkib, o Peyğəmbərlər bu risaləti gətiriblər, bu səmavi kitabları Allah göndərib, indi bunu silib aradan aparmaq istəyirlər. İmam Hüseyn əleyhissalam baxır, bunu necə qoruyarsan, necə qorumaq lazımdır bunu. Həzrət İmam Hüseyn əleyhissalam gəlir, canını qoyur ortaya. Ən ali səviyyədə İmam Hüseyn əleyhissalam neyniyir? Qoruyur, canın qoyur ortaya. İmam Hüseyn əleyhissalamın bu mübarizəsi nədir? Həzrəti İbrahimin mübarizəsidir. Bu mübarizə o Peyğəmbərlərin mübarizəsidir. Biz diqqət eləsək, İmam Hüseyn əleyhissalam buyurur ki, mən atamın, babamın, Peyğəmbərin yolun getmək istəyirəm. Mən bu yolu getmək istəyirəm. İmam Hüseynin yolunu dərk eləmək üçün, başa düşmək üçün nə etməliyik? Peyğəmbərin və Əlinin yolunu dərk eləməliyik, onu təhlil eləməliyik. Biz Peyğəmbərin yolunu, Əlinin yolunu doğru təhlil eləyəndən sonra, başa düşəndən sonra, başa düşəcəyik ki, Həzrəti İmam Hüseyn əleyhissalam nə demək istəyir? Vəsiyyətnaməsində deyir ki, mən bu yolu getmək istəyirəm. O yol nədir? Allah Peyğəmbərə buyurur. Əlif, lam, ra. Bismillahirrahmanirrahim. Əlif, lam, ra. Kitabun ənzəlnahu iləykə lituxricən nəsə minəd-dulumati ilə-nur. Peyğəmbər, bu kitabı sənə göndərmişik. Sən bu kitabın vasitəsilə nə etməlisən? İnsanları zülmətdən nura çıxartmalısan. İnsanları nə etməlisən? Hidayət yoluna çıxartmalısan. Həzrəti İmam Hüseyn əleyhissalam Peyğəmbərdən onu irsa aparır. İnsanları zülmətdən nura çıxardır. Ziyarətnamədə oxuyuruq ki, وَالْبَذَلَ مَحْجَتَهُ Hüseyn can, sən canıvu, qanıvu, ürəyin qanını tökdün ki, Allah bəndələrini neynəyəsən? Çıxardasan, zülmətdən çıxardasan, çaşqınlıqdan çıxardasan. İmam Hüseyn əleyhissalam bunu eləyir. Şəhidlər sərvəri insanları dünya bağlılığından çəkindirir. İnsanları çəkindirir dünyaya bağlılıqlardan. Niyə çəkindirirdi İmam Hüseyn əleyhissalam? Daimdə bu ayəni oxuyurdu İmam Hüseyn əleyhissalam. Dilinin əzbəri idi. Buyururdu, Əynəmə təkunu yudrikhumul maut və ləv kuntu fi burucin müşəyyədə. Həzrət İmam Hüseyn oxuyurdu bu ayəni, deyirdi, harda olsaz, istəyir siz uca qalaların içində olun, mağaraların içində olun, qalalarda gizlənin, saraylarda gizlənin, harda gizlənirsiniz, gizlənin, ölüm sizi dərk eləyəcək, ölüm sizin sorağınıza gələcək. Ölüm mütləq sorağınıza gələcək. İmam Hüseyn əleyhissalam tez-tez bu ayəni oxuyur. Yəni siz şərəfli ölümə razı olmasaz, xar edici, rüsvay edici bir xəstəliklə öləcəksiniz. Əgər siz şərəfli ölümü qəbul eləməsəz. Əgər bir insan şərəfli ölümdən qaçsa, siz tarixdə əgər baxsaz, araşdırsaz və yaxud otursaz bundan sonra onun barəsində düşünsəz, görəcəksiniz şərəfli ölümdən qaçan salamat şəkildə ölməyib. Döyüşdə məsələn gedirlər, şəhid olurlar, Allah yolunda canlarını verirlər, bu gizlənir, qaçır ki, mən ölməyim, amma Allah buyurur, xar edici bir ölümlə gedəcək o. O
O şərəfli ölümdən köçə bilməz. İmam Hüseyn əleyhissalam bizə bunu başa salır. İmam Hüseynin yolu Həzrəti İbrahimin yoludur. Həzrəti Ziyarətnamə deyir İbrahimin yoludur. İbrahimin yolu nədir? Şəhadət yoludur. İbrahimin yolu zülmlə, tağutla mübarizə yoludur. Həzrəti İbrahimi Quranda Allah vəsf eləyəndə buyurur ki, və mən yərğəbə ən milləti İbrahimə illə mən səfihə nəfsəhu. İbrahimin yolundan dönənlər Bəqərə surəsi 130-cu ayədir. İbrahimin yolundan dönənlər yalnız və yalnız səfehlərdir. Səfeh adamlar İbrahimin yolundan dönərlər. İbrahimin buyurur canına, ruhuna qorxu yol tapmamışdı. Allah-u Teala Həzrəti İbrahimi belə vəsf edir. Deyir, İbrahimin canına qorxu yol tapa bilməmişdi. Onun ruhuna yol tapa bilməmişdi. Yekə tonqal qaladılar, böyük tonqal düzəltdilər. İbrahimi mancanaqla atırlar. İbrahimi mancanaqla niyə atırlar? Yaxın düşə bilmirlər oda. Elə bir oddur. Qorxudurlar İbrahimi, səni burada yandıracağıq. Ayədə belə deyir: "Qalu harriquhu vansuru alihatakum in kuntum fa'ilin." Bir iş görmək istəyirsiniz öz ilahlarınız üçün. Nəmrud nə deyirdi? Öz allahlarınız üçün bir iş görmək istəyirsiniz, kömək eləmək istəyirsiniz, onda İbrahimi neynin? Yekə bir od düzəldin, İbrahimi onun içində yandırın. Yandırın İbrahimi. İbrahim də eşidir. İndi İbrahimin dilindən Allah danışır. Uffin ləkum və limā tə'budūne min dūnilləh əfələ təqilun. Siz nə düşüncəsiz adamlarsınız? Həzrəti İbrahim deyir ki, uff olsun sizə də, sizin ilahlarınıza da, vay sizin halınıza. Siz o ibadət elədikləriniz var, siz başa düşmürsünüz, nə edirsiniz? Məni bu odla qorxudursunuz siz. Həzrəti İbrahimi neynirlər? Gətirirlər, atırlar. İndi Həzrəti İbrahim oda tərəf gedir. Hədisdə buyurulur ki, Həzrəti Cəbrail yaxınlaşır Həzrəti İbrahimə. İbrahim kömək deyir, xeyr. Həzrəti İbrahim əlini açıb demir, ilahi mənə kömək elə. Demir, ilahi məni odun içinə atırlar, ha, ey mənim Rəbbim. Bir dənə barmağım ağrıyan kimi başlayıram, ay Allah, hamıya 50 nəfərə də deyirəm, barmağım ağrıyır, ha. Ağrıdır barmağım məni. Həzrəti İbrahim əleyhissalamı kül eləyəcəklər, atacaqlar odun içinə. İbrahim Allahdan da istəmir. Bu nə deməkdir? İbrahim niyə Allahdan diləmir kömək? Mənən böyüyən insanların mənəviyyatları böyüdükcə istəkləri azalır. Mənəviyyat böyüdükcə xatırlama qalır ancaq ortada. Neyniyir? Öz Rəbbini ancaq xatırlayır. İbrahimin dilində La ilahə illallah zikridir, Subhanallah zikridir. Allahı zikr eləyir İbrahim. Amma demir Allah məni saxla. Şəhadət məqamın başa düşən adam nədir? Deməz Allah məni burada saxla. Əgər şəhidliyi neyniyibsə, dərk eləyibsə, nə deyirlər? Bizim əzizlərimiz nə deyirdilər? İmam Hüseyn yolunu gedən əzizlərimiz, İmam Hüseyni dərk eləyən balalarımız, şəhidlərimiz nə deyirdilər? Deyirdilər, qalsaq biz qaziyik, ölsək biz şəhidik. Narahat olmayın, gülə-gülə. Döyüş meydanında ölümün gözünə dik baxırdılar. Bu nədir? Bu şəhadət məqamın dərk eləməkdir. Həzrəti İbrahim bu cür gedir. Allah buyurur ki, İbrahimin yolundan dönənlər səfehlərdir. İmam Hüseyn əleyhissalam İbrahimdən bunu irs aparır. İmam Hüseyni təhdid eləyirlər ölümlə. İmam Hüseynə deyirlər öldürəcəyik. Balalarını da öldürəcəyik, əl çəkməyəcəyik. Gözünün qabağında başlayırlar bir-bir öldürməyə. İmam Hüseynin meydana gedən səhabələrdən əlavə imamın qardaşı, imamın balaları, ilk meydana gedən imamın ailəsindən kimdir? Həzrəti Əli Əkbər ağadır.
Əli Əkbər ağanı doğradılar gözünün qabağında. İmam Hüseyn bunu görür. İmam Hüseyn əleyhissalam yolundan dönmür. Baxın əzizlər, İmam Hüseyn əleyhissalam buyurur ki, ölüm Bəni Adəmin boynunda, cavan qızın boynunda olan boyunbağıya bənzəyir. Yəni şərəfli ölüm kişinin bəzəyidir. Şərəfli ölüm Adəm övladının bəzəyidir. İmam Hüseyn əleyhissalam daim bunu neyniyir? Qeyd edir. Və İmam Hüseyn əleyhissalam bu hərəkatı ilə neyniyir? Bir dənə can bəxş eləyir dinə. Yəni dini məhdudlaşdırıb bir qıraqda qoyurdular, saxlayırdılar. Əgər İmam Hüseyn əleyhissalam ayağa qalxmasaydı, İmam Hüseyn deyirdilər bir kəlmə sözdür də, bir dənə kəlmə söz deyəcəksən, səndən kimin nə işi var? Ged Quran dərsi keç, ged nə bilim əxlaqdan danış, filandan danış, səndən kimin nə işi var? Qızıl saraylarda İmam Hüseyni əllərinin içində krallar kimi saxlayardılar. Bu təhlükə deyildi. Təhlükə o idi ki, İmam Hüseyn əleyhissalam ortaya çıxır, Allahın dininin həqiqətini qoruyub saxlayır. Salavat hədiyyə eləyən. Allahümmə salli ala Muhammed və ali Muhammed. Peyğəmbərin canişinidir. Peyğəmbərin gətirdiyi bu din həyatımızın bütün sahələrində. Bütün sahələrində din neyniyir? Din öz işini görür. Din, əgər sən dinini götürüb bazardan çıxartsan, iqtisadiyyatdan çıxarsan, nə olacaq? Çıxartmışıq ki, bir-birinin cibini kəsirik. Çıxartmışıq ki, rüşvət alırıq. Din çıxarılıb ki, bunlar baş verir. Din olmadığı yerdə, etiqad olmadığı yerdə insan başının üstündə nəzarətçi görmədiyi halda nədir? Bunların hamısını eləyəcək. İmam Hüseyn əleyhissalam gəlir, dirildir, onu ortaya qoyur. Peyğəmbərlərin əksəriyyətin Allah buyurur, insanlar öldürdü. İnsanlar öldürdü Peyğəmbərlərin əksəriyyətin. 124 min peyğəmbərləri kim öldürdü? Əksəriyyətin insanlar öldürdü. Demək, məsələ var. Demək, ortada məsələ var. İnsanlar öldürürlər, ilahi şəxsləri öldürürlər. Niyə öldürürlər? Onların mənafeyləri ilə toqquşurlar. Onların istəkləri ilə toqquşurlar. İmam Hüseyn əleyhissalam belə bir zamanda ortaya çıxır və İmam Hüseyn əleyhissalam bizə başa salır ki, müqəddəs cihad Allah yolunda vacib olanda nədir? Onu eləməlisən, başqa yolun yoxdur. Bütün səmavi kitablar müqəddəs cihadı çatdırıblar. Bütün səmavi kitablar. Baxmayın, xristianlıqda o bəzi sektalar var, onlar nə edirlər? Onlar deyirlər ki, yox, cihad filan, nə bilim, nə, ümumiyyətlə bu şey, belə bir şey yoxdur, qoyurlar qırağa. Onlar uydurma şeylərdir. Bütün səmavi kitablar nə edirlər? Müqəddəs difa cihadını nə edirlər? Çatdırıblar. Bütün peyğəmbərlər bunu eləyiblər və onun əsasında şəhadətə yetişiblər. Və bir ayə mən dünən siz əzizlər üçün oxudum. Allah buyurur ki, bəzi bəndələrin vasitəsi ilə mən bəzi şər dəstələrin əgər onların şərrini ortadan götürməsəydim, heç bir dindən, heç bir məbəddən əsər əlamət qalmazdı. Bu ayə də bizə başa salır ki, dini mərkəzlər, dini məktəblərin nə qədər rolu var cəmiyyətdə. Bunu da ayə bizə başa salır. İmam Hüseyn əleyhissalam bunların hamısını neynir? Bir-bir ortaya qoyur, təhlil eləyir və İmam Hüseyn əleyhissalam bu ayda, bu əza ayında neynir? Əlimizdən tutur. Əlimizdən tutur, qaldırır. İmam Hüseyn əleyhissalam bir ayın içində yox. Bir günün içində yox. Bir anın içində aparır. Hürrü necə aparır İmam Hüseyn? Bir anın içində aparır.
Hür kimi nə qədər var? Yeri gəldikcə onların adlarını çəkərik. İmam Hüseynin hər birimizlə işi var. İmam Hüseynin hamı ilə işi var. İmam Hüseyin hamını çağırır. O nidası ki var İmam Hüseynin, o nida hamımıza şamildir. Biri deyər, mən günahkaram, İmam Hüseynin mənlə nə işi ola bilər? Bəli, işi var. Nə qədər günahkar? Ən pis günah belə fikirləş, ən pis günahı götür. İmam Hüseynin o günahkarla da işi var. İstəyir şərabxor olsun, istəyir zinada olsun, harda olur olsun, üzr istəyirəm. Hansı günahı deyirsən de, İmam Hüseynin ondan işi var. Bir alim İmam Hüseynin məclisində danışırdı, moizə eləyirdi Məhərrəm günlərində, hər gün moizə eləyirdi. Hər gün moizə eləyir, 10 gün İmam Hüseynin məclisində danışır, 10 gündən sonra bir dənə paket gətirib verirlər buna. Deyirlər, bu paketi sənə veririk, bunun içində bir məbləğdir, bizim üçün əziyyət çəkdin, biz də bunu ehsan eləmişik, sənə bu cür xidmət eləyirik. Həmən alim götürür, çıxır bayıra, çıxır, gedirlər bir məntəqə var, o məntəqədə fəsad əhli ora yığışırmış. Həmən məntəqəyə yığışırmış. Bilirlər, məsələn, bu yer fəsad əhli elə burada dayanır. Oradan yolla keçəndə, çox təəssüflər olsun da, bizə yad deyil, biz cəmiyyətdə belə şeyləri görürük. Yolla keçəndə görür ki, yolun qırağında bir, üzr istəyirəm, qadın dayanıb, yanındakına deyir ki, ged o xanımı çağır bura. Deyir, ağa, sən nə danışırsan? Bura bəllidir, haradır? Bu adam bəllidir, nə işin sahibidir? Bu adam burada niyə dayanıb bəllidir? Sən bunu nə edirsən? Deyir, sənə deyirəm, get çağır onu. Çağırır, gəlir, yaxınlaşır. Deyir, uzadır həmən paketi ona, o pulu. Uzadır ona. Deyir, mən 10 gün İmam Hüseynin əza məclisində İmam Hüseyinlə danışmışam. Bu pulu verirəm sənə, bu günlük ged elə. Bunu verirəm sənə, get. Deyir, çıxdıq, getdik. Üstündən nə qədər keçdi, həmən alim ziyarətgahların birində görür ki, deyirlər ki, ağa bir xanım səni çağırır, işi var səninlə. Gəlir, yaxınlaşır, deyir, nədir? Bu xanım deyir, sən məni tanımadın, deyir, yox, mən səni hardan tanıyım? Deyir, yadıma gəlir, bir dəfə bir xanıma paket verdim, pul, İmam Hüseynin məclisində danışdığıma görə aldığın pulu verdin. Deyir, bəli. Deyir, mən həmən xanımam. İmam Hüseyin məni oradan götürdü, apardı. Günahkar fikirləşməsin, mən günah eləyirəm, Hüseynin mənlə nə işi? Hüseynin işi elə günahkarlarlandır. İmam Hüseyin yığır, aparır. İmam Hüseyin niyə canım verdi? İmam Hüseyin canım verdi ki, insanlar günahdan çıxsınlar, zülmətdən çıxsınlar. İmam Hüseyin balaların qurban elədi, Əkbərin qurban verdi ki, insanlar zülmətdən çıxsınlar. Ruhumuza təharət versin deyənə İmam Hüseyin bunu elədi. İmam Hüseyin ruhumuzu paklamaq üçün bunları elədi. Baxın, bir il keçir, Məhərrəmlik gəlir, hamı qoyur qırağa. Deyirlər, Məhərrəmlik gəlib. İmam Hüseynin əzası belə nə edir? İnsanlar Peyğəmbər balasının hörmətini başa düşürlər. Sadəcə o fitrətlərin üstünü təmizləmək lazımdır. O közlərin üstündə külləri təmizləmək lazımdır. Bir balaca üfürmək lazımdır ki, o köz çıxsın ortaya. O orada yatıb qalıb. Onu çıxartmaq lazımdır. İmam Hüseyin bunun üçün deyir, mən Əkbərimi əsirgəmərəm. Sənin hidayətin üçün əskərimi də əsirgəmərəm. Mən hamısını verərəm, tək ki sən qayıdasan. Tək ki sən qayıdasan. İmam Hüseyin deyir, sən mənim balamsan. Mən istəmirəm sən məhv olasan.
Mən istəmirəm gedib cəhənnəmdə yanasan. Ona görə mənim canım lazımdırsa canımı qurban eləyirəm. Ona görə Əkbərim lazımdırsa verirəm onu. Muxtar Səqəfi Kərbəla tarixini yazanlara dedi ki, İmam Hüseyn əleyhissalam kimi çox sevirdi? Kimi çox sevirdi cavanlardan? Deyir Əli Əkbəri, deyir nəyə əsaslanırsan? Deyir İmam Hüseyn hər bir nəfəri yola salanda meydana, gəldilər icazə aldılar, İmam Hüseyn yola saldı. Amma Əkbəri yola salanda gördük onun dalısıca gedir. Biz deyir bunu gördük. İmam Hüseyn deyir onu göndərdi meydana. Kimi göndərir İmam Hüseyn? Deyir saqqalını tutdu, əlinə qaldırdı göyə. Bilirsiniz bunu kim eləyib? Bunu Həzrəti Peyğəmbər əlini meydana göndərəndə saqqalını tutdu, dedi ilahi, sənə tərəf əlini göndərirəm, sən onu qoru. İmam Hüseyn əleyhissalam göndərdi Əli Əkbər ağanı, buyurdu Allahümme şəhid ələ haulai fəqəd baraza iləykə qulamun əşbəhə nasə xəlqən və xulqən və məntiqən bi Rasulillah. İlahi sənə tərəf bir övladımı göndərdim ki, o Peyğəmbərə əxlaqi cəhətdən oxşardı. O Peyğəmbərə görünüş cəhətdən oxşardı. O Peyğəmbərə o qədər oxşayır, biz Peyğəmbər üçün darıxanda ilahi ona baxırıq. Hə? İndi bildiniz kimi öldürdülər meydanda. Hə? Bir nəfər var idi, müsəlman deyildi. Gəlmişdi, yuxuda Peyğəmbəri görmüşdü, gəlmişdi məscidə, girdi məscidə. Dedi, Peyğəmbərimiz hardadır, mən istəyirəm iman gətirim. Dedilər, a kişi, hardan gəlmişsən? Dedi, mən çöllükdə yaşayıram, filan yerdə gəlmişəm, müsəlman deyiləm. Dedilər, a kişi, Peyğəmbər dünyasını dəyişib. Dedi, yox, nə danışırsınız? Dedilər, dünyasını dəyişib. Əli Əkbər ağa girdi içəri, dedi, əşhədu ən la ilahə illallah. Əşhədu ənə Muhammədən Rasulullah. Dedi, bu sizin Peyğəmbəriniz deyil. Dedilər, yox, bu Peyğəmbərin nəvəsidir. Bu Peyğəmbərə oxşar adamdır. Oxşar necə olur, əzizlər? Hər cəhətdən oxşayır. Meydanda sanki bunlar Peyğəmbəri doğradılar. Bunlar utanmadı. Əli Əkbər ağanı göndərdi. Əli Əkbər ağa gedir, vuruşur, qayıdır, deyir ki, əbəta, əl-ətəş qətələni və tiqlu hadidi. Atacan, təşnəlik öldürdü məni. Susuzluq öldürdü məni. Zirehin ağırlığı, silahların ağırlığı yordu məni. Çox vurmuşmuşdu meydanda, Əli Əkbər ağa qayıdanda. Əli Əkbər ağanı gördü İmam Hüseyn ağa, dedi, oğul qayıd meydan. Atam Peyğəmbər, babam Peyğəmbər, atam Əli, nənəm Zəhra gözləyir səni. Deyir, İmam Hüseyn ağa dalısıca elə baxırdı Əli Əkbər ağanı, sanki deyirdi, Allah, son ümidimdir ya, göndərirəm meydana. O cür gəldi, Əli Əkbər ağanı atdan yıxdılar yerə, o məlunlar kürəyindən nizə ilə vurdular, başına xəncərlə vurdular, başı iki yerə bölündü. Həzrəti Əlinin başı kimi düşdü yerə. Dillər İmam Hüseyn ağa qaça-qaça gəldi başının üstünə. Gəldi, dayandı. Üzünü qoydu üzünə. Deyir, üzünü qoydu üzünə, qaldırdı, dedi ki, İlahi, bu mənim Əkbərimdir ya. Üzünü qoydu, qaldırdı, dedi, Allah sizi öldürsün, Ömər Səd. Allah sənin nəslimi kəssin, sən mənim nəslimi kəsirsən.
Sen benim neslimi kırırsan. Bu cür meydanda necə gətirdi? Dilləri İmam Hüseyin ağa qalxdı, əbanın içində çağırır Əbbas. Qardaşım Əbbas, gəl mənə kömək elə. Tikələrin yığdılar Ələkbər ağanın. Və lənətullah ələ qavməz zalimin. اللهم صل على محمد وآله محمد وآله محمد بسم الله الرحمن الرحيم السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي خلت بفنائك سلام الله أبدا ما بقيت وبقي الليل والنهار السلام على الحسين وعلى علي ابن الحسين وعلى أصحاب الحسين bizim kuvve sahip olan bizimin kuvvesi ay bala gözümün ziyası ay bala ayağa dur kocalmışam elim esası ay balaya Seyyid güzel mübarek sözlerden dedi kalbi yanan Hüseyin kalbi yanan Zeynep diyerdi bir gün kurban sana da döş ehli diyar Ələkbər meydana gələndə heç kim cürət etməzdi Niyyətin Peyğəmbərə bənzərdi Odur deyir İmam belə söyley Dizim qüvvəsi ay bala Gözüm ziyası ay bala Ayağa dur kocalmışam Elim esası ay bala O bağbanı muhtutu Yanıb əfğana gəlmişəm Elə ki Ələkbər atdan düşdü yerə Doğram olmuşdu Seyid də buyurdu Vallah həmən rozədir Özdə elə bir doğramışdılar Hələ o can ki var eydi de Baba məni xeymələrə apar Məni xeymələrə apar Da can verirəm
Deyirə bəli fəzağada gəldi, aldılar əbanın arası. Xeymələrə tərəf gətirdilər. Zeynəb, o xanımlar, o balalar xeymələrdən çıxdılar çölə. Ay bala, ay bübün qurban sənə Əli, o torpaq üstündə parçalanan başı var bübün qurban. O bədən və qılınc dəyən sinvə rüqəyyön qurban. O qollar kəsilən qollara səkinə qurban, bala bacın qurban, bibin qurban. Əl-Əkbər elə Əl-Əkbərdir, xeymələrdən namusu töküldülər. Çox çətindir deyərlər bir adamın əziz əlindən gedəndən. O kəfənci bükərlər, axır bəndin bağlayandan sonra deyərlər aralanın. Qoy yaxınları gəlsin, ağlasın. O cür gəldilər xeymədən, o xanımlar ağlaşdılar. İmam buyurur, əsibdi sər-sərar, xəzan bu gülüstana gəlmişəm oğul. Solub gülüm yanıb dilim, qəmində cana gəlmişəm. Gedibdi əldən ömrümün gözəl səfası. Ay bala, ay bala, bundan sonra kül olsun bu dünyanın başına. Oğul gedibdi əlam, gedibdi əldən ömrümün gözəl səfası. Ay bala, oğul şil olsun əlləri səni bu halə kim salıb. Bu zar bu pənahidən qərarı səbr-ü tab olub. Göz açoyan qərib atan cənazən üstə tək qalıb. Sən də ya Hüseyin, məzlum ağa ya Hüseyin. Deyirlər necə qədəm gül cənaziyə qalanı, yıkıldı toprağa, tapdı o mehriban balanı. Deyirlər neçə qədəm gül cənaziyə qalanı, yıkıldı toprağa, tapdı o mehriban balanı. Oğul, oğul, düşmən içində çox ucadan ağlayamrəm. Mən ağlayəndə küfənin əhli gülür oğul. Mən ağlayəndə küfənin əhli gülür. Allah bilir ki dərdin ayaqdan salıb məni oğul. Axir məni bu qüssələrin öldürür oğul. Elə baxdı oğul cənazəsinə. Allah heç əziz insanlara belə oğul dağı göstərməsin. Çox çətindir. İmam Hüseyin ağa öz əyalimdən, öz evimdən neçə nəfəri qurban verir. Biri də Əkbərdir. Elə baxdı oğul cənazəsinə, cənazənin üstündən atdan hey vurur əlin əlinə. Əmma o məsin götürüb xətmi mürsəlin əlinə.
senin elinden vermedi gül elini. Dedi oğul kıyame sen geçsen deyünden öncesi. Elə onda gördü o qanlı dodaqların değdi birbirine. Babam məni yetir nənəmə, ata məni yetir nənəmə, anama. Qardaşın çətin zamanı olanda gözü qardaş axtarar. Amma imam yüzün dolandırdı xeymələr səmtinə. Abbas gel yaman günümdü ay kardeş, ay kardeş. Ebanı serdiler yere, Ali'nin cenazesini koydular ebanın altına. Xeymelere sar yapardılar. Ağa ebanı kenar eledi oğul, halun necədir? Bala dedi əmu məni yetir xeymələrə. Xeymələr necə qədəm qalanda dörələr, əyallar aldılar araya. Dedi əmu məni yetir, Allah bülür uzaq eləsin, görməsin cənazəni. Allah bilir Zeynep bu cenazeni görəndə neyləyəcəm. Kapıya gələndə əmmələr qaçar cənazə qabağına. Qaçar bacı, qaçar cənazə qabağına. Elə ki Əli Əkbərin cənazəsini getdilər xeymələrə. Nə gördülər, nə gördülər. Ne gördü düşman o dem xeymelerde tufandı. Çadırların kapısı vəhşət ilə qozandı. Balalar, öğretlər hamı qaçdılar Əli Əkbər cənazəsinin qabağına. Andılar dövriyə, biri dedi bacın ölsün, əlinlə gəldi sənə. Biri dedi bacın ölsün, əlinə gəldi sənə. Biri dedi bibi qurban, əlinə gəldi sənə. Zeynep dedi Əli Əkbər məni çox istər, məni danışdırar nə qədri səslərdin, nə qədri danışardı, görər cavab olmadı. O ağlamaqla başladı, o xanımlar başladı, rüqəyyə deyir. Vurun bel vurun, vurun üzüzə vurun, vurun əllər üzü vurun. Qızıl gül başdan ələməm, qızıl gül başına bülbül həzan dalar. Bacı qardaşına sayə be sayə dolandırdılar. Gördülər Rüqəyyə də cavab vermir. Rüqəyyə ağladı, qardaş o yüzündən qan tökülən, qan və bacı qurban. O yüzündən tökülən qan bacın qurban. O qollara ki qılınc dəyib, o yarələrə bacın qurban. Ağlaram, mən ağlaram, ağlar mənə dağ daşları. Gedib bacı qardaşları, gözlərim yolda qaldı, səbrim daha azaldı. Sən də ya Hüseyin, məzlum ağa ya Hüseyin. Peygamber cemalına diye salavat göndərmiş.
Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bilə fikr eylədim, xanım Rüqəyyədən oxudular, xanımdan ad apardılar. Bir cümlə də xanım Rüqəyyədən mən deyərəm sənə, bilmirəm evimizdə balaca qız uşağı var ya yox. Hamı bilir, qızın atıya məhəbbəti ayrı olar, oğlun anıya məhəbbəti ayrı olar. Elə ki Aşura günü oldu, gün yetişdi qəmə. Əbi Abdullah gəldi xeymələrə, hamı ilə vidalaşdı. Xanım Zeynəb bildi ki Hüseyin gedir gəlməyəcək. Aşura sözdə bunlar. Xanım bildi ki Hüseyin gedir gəlməyəcək, hamı ilə sağollaşdı. Xanım Zeynəbə növbət çatanda elə qucaqlaşıb ağladılar. Dedi ey əsrin imamı, bir ayaq saxla. Gəldi xanım Zeynəblə üzbəüz dayananda Əbi Abdullah belə dedi ki, dedi qardaş, nənəm Fatimənin bir vəsiyyəti daha var. Dedi nədir bacı? Dedi nənəm vəsiyyət elədi ki, Zeynəb gördü Hüseyin sizdən sağollaşır, meydana gedir. Mən olmaram bacı, mənim əvəzimdən onun kəsilən boğazından öpərsən. Mənim əvəzimdən onun boynundan öpərsən. Busə elədi imamla bacı qardaş, bir-birinə busə elədilər. Əbi Abdullah mindi atına, İstədi hərəkət eləsin meydanı, gördü at hərəkət eləmir, gördü at dayanıb, bir cür at işarə eləyir. Ağa bax da yerə mən necə hərəkət eləyim. Əbi Abdullah bir gözaltı baxanda gördü xanım Rüqəyyə elə dayanıb, elə dayanıb. Yəni baba atından düş yerə. Əbi Abdullah indi atından yerə. Əbi Abdullah indi atından yerə. La ilahə illallah. Əbi Abdullah elində atından yerə, dedi baba almış bu al məni. Deyib götürdü 3 yaşında qızı imam qucağına. Dedi babaca qaytar məni, mən heç xoşum gəlmədi bu çöldən. Baba qaytar bizim məni deyə. Qızım yox, qızım yox. Baba bir cümlə dedi, Allah şahiddir, bu cümlə harada yadına düşsə ağlayacaqsan. Dedi baba. Baba yadındadır Müslümün balaları yetim qalanda neylədir? Dedi bəli yadındadır. Dedi baba Müslümün balaları yetim qalanda əl ölçəkdir onların başına, darbalasız yetimsiniz. Baba mən də yetim qalına var baba. Baba mən də başıma əl ölçək. Əbi Abdullah tubar çəkdi qızının başına. Ondan xanım Rüqəyyə Hüseynin qucağında röya aləmlər getdi. Yuxuya getdi, yalvarırdı ha, ata qaytar bizim Mədiniyə, bu çöldən xoşum gəlmədi. Baba qaytar bizim Mədiniyə. Xanım Rüqəyyə ayılanda dedi baba məni qoy yerə. Qoy yerə, la ilahə illallah, nə baş verdi? Hüseyin sual elədi, qızım sən ki deyirdin qaytar bizim Mədiniyə, nə baş verdi? Dedi baba huşa gitmişdim biraz. Gördüm nənəm Zəhra gəldi Rüqəyyə. Rüqəyyə Hüseyni çox saxlama darıxmışam. Rüqəyyə balamı çox saxlama darıxmışam. Ondan Əbi Abdullah'la ayrıldılar, gəldiler meydana. Əbi Abdullah şəhid oldu. Şehiddən üzr istəyirəm. Biləcəksiniz Aşura sözləri çoxdur, hamısından keçsin. Hamısından keçsin, imamı şəhid elədilər. Bir cümlə sənə qarətdən deyəcəm, həddim olacaqdır. Ondan o yana bizi üçündür. Allah imamı zaman öz oxuyan qarət rozəsin. Elə ki, Əbi Abdullah şəhid oldu, düşmən cəsarət tapdı xeymələrə hücum eləsinlər. Xeymələri yandıranda xanımın da başladı ətəyi yanmağa. Bax abla, bilmədi ki, neyləsin.
bilmədi ki neyləsin. Əlin tutdu üzünə, balaca qızı da. Əlin tutdu üzünə, elə qışqırırdı. Gözlüyüm babam gəlsin, atama şikayət edəcəm. Bak bu cür daha deyir, tələsmin, qoyun atamı görüm, atama şikayət edəcəm. Hilal adında bir nəfər idi, gəldi. Xanım Rüqəyyə qorxdu, bu cür saxlandı belə. Dedi, əli vurma mənə. Dedi, xanım, mən görürəm üstün yanır, gəlmişəm sən kömək eləməyə. Gəlmişəm üstün yanmağı söndürməyə. Dedi, mənə kömək eləmək istəyirsən? Dedi, bəli. Dedi, Nəcəfin yolunu göstər mənə. Xanım, Nəcəfin yolunu deyirsən? Dedi, Nəcəfin yolunu göstər mənə. Gedirəm, Cəddim Əliyə şikayət eləyəcəm. Baba Əli. Səndən sonra belə zülümlər elədilər, baba. Onlar qəmçilər vura-vura o xanımın üstünə qışqırırdılar. Həzrəti Əbəlfəzin qeyrətin çəkdiyi Zeynəbin üstünə qışqırırdılar. Zeynəbin üstünə qışqırırdılar. Tələsin, minin naqələrə. Bu cür qışqırırdılar o xanımın üstünə. Bu cür qışqırırdılar. Allah bu Cəbə xanım Zeynəbin ziyarətin qismət elə. Allah xanım Rüqəyyə ilə bunların balalarını məşhur elə. Bir dənə də bunu deyirəm, zəhmətin tamamdır. Qarətin yeri bax budur ha, bax budur ha. Elə ki, düşmən cəsarətlə başladı xeymələrdən qarət eləməyə. Gördülər Əli Əkbər alan düşmana var. Sırğa var Rüqəyyə qulağında. Dartdılar, qopartdılar. Dartdılar, qopartdılar. Xanım qulağından qala xaxa bindi naqələrə. Şamda xanım dünyasını dəyişəndə elə Cəmi Əbdullahın başını gətirdilər. Xanım ona cümlələr dedi ha. Bir cümləsi bu idi. Dedi baba, sənə ahəstədir. Heç kəsə bildirməmişəm. Dedi baba, sənə ahəstədir. Heç kəsə bildirməmişəm. Xanım Zeynəb təəccüblə baxın. Kızım görəsən nə deyəcək babasına? Dedi baba, sənə ahəstədir. Heç kəsə bildirməmişəm. Bir gözümü görmür, bir gözümü görmür baba. Baba, baktı sağa, baktı sola. Hüseyin'in kızıdır ya, bu qeyrətli qızdır ya. Baktı sağa, baktı sola, gördü naməhrəmlər yoxdur. Yavaşcalı qollarından köynəyi bu cür qaldırdı, dedi baba. Qolumdakı rəddə bax, taziyalələr yeridir. Baba, qolumdakı rəddə bax, taziyalələr yeridir. Söz çatdı bura, baba qulağımdakı yaralar, sırğaları yeridir baba. Dinledin ya Hüseyin. Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay. Yaralarım akar gani. Hüseyin'im vay, Hüseyin'im vay. Eder cümlani meydani. Hüseyin'im vay, Hüseyin'im vay. Eder cümlani meydani. Hüseyin'im vay, Hüseyin'im vay. Zeynep kurban başın hani. Hüseyin'im vay, Hüseyin'im vay. Zeynep kurban başın hani. Hüseyin'im vay, Hüseyin'im vay.
سارالی رهی حقا حسینیم وای حسینیم وای حمایت ایمین سنسن حسینیم وای حسینیم وای حسین elden ölen kardeş Hüseyin'im var, Hüseyin'im var Yaralı can veren kardeş Hüseyin'im var, Hüseyin'im var Ali ol firehen kardeş Hüseyin'im var, Hüseyin'im var Ali ol firehen kardeş Hüseyin'im var, Hüseyin'im var Hüseyin'im nuri eynim var Hüseyin'im var, Hüseyin'im var Hüseyin'im nuri eynim var Hüseyin'im var, Hüseyin'im var Sinesi sinaya değer kavmet tuğbaya değer Sinesi sinaya değer kavmet tuğbaya değer Yavrımızın bir nefesi ömre Mesiha'ya değer Her yere koysam kademin cennet ulalaya değer Fatime'nin oğludu o bildi ki dünyaya değer Fatime'nin oğludu o bildi ki dünyaya değer Ey şarab can sarallah Ey şarab can Sagiye mestan Can sana kurban Sagiye etşan Sinesi sinaya değer kavmet tuğbaya değer Sinesi sinaya değer kavmet tuğbaya değer Yavrımızın bir nefesi ömre Mesiha'ya değer Her yere koysal kademin cennet ulalaya değer Semere'nil Fatime'di bir tüki dünyaya değer Semere'nil Fatime'di bir tüki dünyaya değer Ey şarab